Warren Buffett deyirdi ki, yatanda pul qazanmağın yolunu öyrənməsən, ölənə qədər işləyəcəksən. Warren Buffett'ın demək istədiyi məsələ əslində bu idi. Sən vaxtında zamanını və pulunu elə bir yerə yatırmalısan ki, daha sonradan həmin sahəyə yatırdığın pul sənə geri dönüşlər gətirsin, pul gətirsin. Bu pasiv gəlirlərdir bir hissəsi. Misal üçün kirayədən gəlir, səhmlərdən dividend və yaxud da ucuz aldığın səhmlərin qiymətlərinin bağlaşmasından satıb yenidən pul qazanmaq və yaxud da bir dəfə hazırladığın onlayn kursu həmişə satılmasından pul qazanmaq və s. və ilaxır. Burada əsas məqsəd odur ki, sənin gəlirin iş saatlarından asılı olmamalıdır. Sən işdən çıxanda da və yaxud da sağlamlıqla bağlı işləyə bilməyəndə də həmin o pasiv gəlirlər səni xilas eləsin. Buna görə də gəlir mənbələrini artırmalısan. Sən 9-6 bir işdə işləyə bilərsən, amma elə bir sahədə pul yatıra bilərsən, bildiyin sahəyə və aylıq oradan cüzi də olsa pul qazana bilərsən. Bunun üçün hal-hazırda ən idealı səhmlər alıb satmaqdır və yaxud da kriptolardır və s. Amma bunu da deyim ki, səhm və kriptolar çox riskli əməliyyatlardır. Pulunuzu itirməyə də göz almalısınız. Və bu dediklərim də bir yatırım tövsiyəsi deyil. Sadəcə olaraq şəxsi fikrimi bölüşürəm ki, pasiv gəlir mənbəyi yaratmadan siz büdcə planlamanızı etməyə çətin olacaq.